Qərbi Avropalılar hərbi plan hazırlayıblar. Bu hazırlığa əsasən Avropa Ukrayna ordusunu maliyyələşdirməyə və uzun müddətli müharibə aparmağa böyük miqdarda vəsait xərcləyəcək. Bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib. 2020-ci il noyabrın 10-dan bu günə qədər Azərbaycanda 388 şəxs mina terrorunun qurbanı olub. İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında yerləşən Şücaiyə şəhərində quru əməliyyatına başladığını açıqlayıb. Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın konstitusiya dəyişikliyi tələbini yerinə yetirməyə hazırdır. Bunu Ermənistanın sabiq xarici İşlər naziri Vardan Oskanyan deyib. İran prezidenti Məsud Pezeşkiyan ölkəsinin heç bir ölkə ilə müharibə istəmədiyini və nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etdiyini iddia edib. Prezident İlham Əliyev Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. ABŞ Rusiyanın Ukraynadakı müharibəni dayandırmağa hazır olub-olmadığını bir neçə həftəyə biləcək. Bunu ABŞ dövlət katibi Marco Rubio deyib.